Salam, hər birinizi xoş gördük. Bugün magistratur proqramının ən vacib mövzularından biri olan alqoritm mövzusuna aid 30 sualı birlikdə addım-addım həll edəcəyik. Elə isə vaxt itirmədən başlayaq. Tövsiyə edirəm ki, hər bir sualı ilk öncə özünüz həll edin, daha sonra mənim qeyd etdiyim düzgün variantla yoxlayın. İndi gəlin birinci suala baxaq. Deyir ki, bu ifadədə, bu cəmləmədə təkrarlanmaların sayı nə qədərdir? Yadda saxlayın ki, təkrarlanmaların sayını tapmaq üçün bu tip ifadələrdə yuxarıdakından aşağıdakını çıxıb üzərinə bir gəlirik, daha sonra hər birini bir-birinə vururuq. İndi gəlin dediyimizi tətbiq edək. Yuxarıdakından aşağıdakı ədədi çıxıram, 3-dən 1 çıxıram, üstünə 1 gəlirəm və bunların hər birini ayrı-ayrılıqda bir-birinə vuracam. 4 çıxaq 1 üstə gəl 1, 2 çıxaq 1 üstə gəl 1. Daha sonra bunların hər birini bir-birinə vuracağıq. İndi burada aşağıda 1 yazılıb deyə çox da fərq etmir. Çünki 1 çıxıb 1 gəlmək elə həmin ədədin özünü verir bilər. 3-ü vuracağıq 4-ü, 12, 12-ni də 2-yə vuracam, 24. Düzgün cavabım olur A variantı. Aşağıda fərqli ədədlər də veriblər. 2 də yaza bilər, 3 də yaza bilər və s. Sualdan suala dəyişir. Ona görə qayda olaraq yadda saxlayırıq ki, yuxarıdakı ədədimiz çıxaq aşağıdakı ədədimiz, üstə gəl 1 və bunların hər biri də həmin ədəddə vurulur bir-birinə. İkinci sual. Belə bir ardıcıllıq verib, deyir alqoritmin yerinə getirilməsi nəticəsində y30 qiymətini almışdır. Alqoritmin yerinə getirilməsinə qədər x dəyişənin ilkin qiyməti neçə olmuşdur? Yadda saxlayırıq ki, əgər bu tip suallarda sizə sonuncu qiyməti veribsə, yəni nəticəsində bu qiymət alınmışdır və ilkin qiyməti soruşursa, onda sonuncu ifadəmizi həmin qiymətə bərabər edəcəyik. Bunu bərabər edəcəyik 30-a və ikincini üçüncüdə əvəz edirsiniz. Aldığınız cavabı birinciyə bərabər edəcəksiniz. Bir dənə ümumi bu qaydanı bir cümlə kimi qeyd etsək sizin üçün çox-çox yaxşı olar. Dedik ki, əgər nəticədə aldığımız qiyməti veribsə, ikincini üçüncüdə əvəz edib bu cavaba bərabər edirik və aldığımız buradan dəyişənin cavabını neçə alsaq onu birinciyə bərabər edirik. İndi bu dediyimizi tətbiq edək. İfadəni 30-a bərabər eləmişəm, deyirəm ikincini üçüncüdə əvəz eləməliyəm. Yəni x-in yerinə y üstə gəl 4 yazacağam burada. X-in yerinə gətirib yazdım, y üstə gəl 4, üstə gəl y öz yerində, bərabərdir 30-a. Məlumları bir tərəfə, məhsulları digər tərəfə keçirəcəm. Y-in üstə y gəlsəm 2y bərabərdir, 30 çıxılsın 4-ə, yəni 26-ya. Y-i tapdım ki, 13-ümüş. Bu aldığım cavabı birinci ifadəyə bərabər edirəm. Y-i 13 tapmışam. X çıxaq 2, 13-ümüşsə, deməli, x bərabərdir, 13 üstə gəl 2, 15. Məndən x-in ilkin qiyməti soruşurdu, cavab olur D variantı 15. Nə elədik? Yenə təkrar edirəm, ikincini üçüncüdə əvəz edib nəticədə olan cavaba bərabər edirəm. Dəyişənin tapdığım qiymətini birinci ifadədə bərabər edib x-in ilkin qiymətini tapmış oluram. Üçüncü sual. Verilmiş alqoritm fraqmentini yerinə yetirdikdə y-in hansı qiyməti çap olunar? Alqoritmi gəlin addım-addım həll edək. X-in başlanğıc qiyməti olaraq 0 verilibdir, y-inki 1 verilibdir. Yoxlayıram. Şərt blokudur. X-in yerinə 0 qoyuram. 0 3-dən kiçikdir. Bəli, hər qolu ilə gəldim. Yazıb x üstə gəl 1, x-i bir vahid artırdım. 0-ı bir vahid artırdım, oldu 1. Y üstə gəl 2, y 1 idi. 2 vahid artırdım, oldu 3. Geri qayıdıb təkrar yoxlayıram. X-in yerinə bu səfər 1 qoyacam. 1 3-dən kiçikdirmi? Hə. 1-in üstə 1 gəldim. Oldu 2. Yadda saxlayın, alqoritmdə diqqətli olmalı olduğumuz tək bir nüans var. O da dəyişənlərin sonuncu qiymətindən istifadə etmə qaydasıdır. Y-in üstə 2 gəlirəm. Son qiymətim 3 idi. Y-in üstə 2 gəldim, elədi 5. Geri qayıdıb yoxlayıram. X-in yerinə 2 qoydum. 2 3-dən kiçikdirmi? Bəli. 2-in üstə 1 gəldim 3, 5-in üstə 2 gəldim 7. İndi isə x-in 3 qiymətini yoxlayacağam. 3 yazam. 3 3-dən kiçikdir? Yox. Yox, qolu ilə gedirəm, y bərabər y vuraq x. Y ilə x-in son qiyməti 7 və 3 idi. Yazıram, 7 vurulsun 3, elədi 21. Y-in son qiyməti 21 oldu. Cavab olur B variantı. Dördüncü sual. Alqoritmin əsas xassələrinə uyğun gələn təyinatı müəyyən edin. Hər bir xassənin tərifini müəyyən edəcəyik. Diskretlik, müəyyənlik və kütləviliyin tərifləri lazımdır. A variantında deyir ki, alqoritmdəki addımlar və onları təşkil edən əməliyyatlar sonlu sayda olmalıdır. Bu alqoritmin nə diskretlik, nə müəyyənlik, nə də kütləvilik xəssəsidir. Bu onun nəticəvilik xəssəsidir. O da burada qeyd edilməyibdir. Ona görə A heç birinə aid deyil.
B-də deyir ki, müəyyən məsələnin həlli üçün tərtib olunmuş alqoritm həmin sinifdə olan bütün məsələlərin həlli üçün yararlı olmalıdır. Əgər bir sinifə aid olan bütün məsələlərin həlli üçün yararlı olan alqoritmdən söhbət gedirsə, bu onun kütləvilik xassəsidir. B oldu üçüncüyə. C-də deyir ki, məsələlərin həllinin yerinə yetirmə alqoritmi ayrı-ayrı əməliyyatlara bölünür. Ayrı-ayrı əməliyyatlara bölünmə onun diskretlik xassəsini göstərir. Ayrı-ayrı əməliyyatlara bölünmə diskretlik xassəsidir. Birinci olur C. Alqoritm elə təsvir olunur ki, ondan bütün mütəxəssislər istifadə edə bilsin. Yenə də bir neçə sahəni əhatə edilsə, bir neçə mütəxəssis ondan istifadə edə bilirsə, bu onun kütləvilik xassəsidir. 3 olur D. Alqoritmin hər bir adımı dəqiq, bir qiymətli, müəyyən olmalıdır. Müəyyənliyin digər adı bilirik ki, determiniklikdir. Bu da aid edilir müəyyənlik, determiniklik xəssəmizə. 1C, 2Y, 3B'dir. Cavab olur C variantı. 5-ci sualda deyir ki, verilmiş alqoritm fraqmentinə əsasən hansı fikirlər doğrudur? Gəlin ilk öncə bir dənə alqoritmin strukturundan tanış olaq. Alqoritmimiz ön şərtli alqoritmdir. Çünki şərt bloku birinci verilibdir. Son şərtli də bilirsiniz ki, hesablama bloku daha öndə gəlir. Şərt blokunda hər qoy ilə davam etdikdə dövrə daxil olur, yox qoy ilə davam etdikdə isə nəticəyə gedir. İndi gəlin baxaq. Deyək, alqoritmin icrası zamanı dövrün gövdəsi ən azı bir dəfə icra olunur. Bilirik ki, ön şərtli alqoritmlərdə dövrün gövdəsi icra olunmaya bilər. Çünki şərt qabaqdadır. Mən bunun birbaşa yox qolu ilə çıxsam, heç hesab blokuna daxil olmayacağam, dövrün gövdəsi icra olunmayacaq. Ona görə bu yanlışdır. Verilmiş şərt doğru olduqda dövrün gövdəsi icra olunacaq. Bəli, doğrudursa hər qolu ilə gedirəm və dövrün gövdəsini icra edirəm. Bu düzdür. Ön şərtli dövr alqoritmidir. Bəli, başda dedik ki, şərt bloku öndə gəlib ön şərtlidir. Budaxalan alqoritmdir. Xeyr, əgər bir alqoritmə dövr daxil olubsa, o artıq budaxalan alqoritm sayılmır. O artıq dövr alqoritmi sayılır. Alqoritmdə nəticəvilik xəssəsi heç vaxt ödənməyəcək deyil. Səhv ödənəcək axı. Yox qol ilə gedəndə gedib nəticəyə çatacam. Məndən doğru olanlar soruşurdu, doğru olanlar 2 və 3-dür. Cavab olur C variantı. Deyir ki, bu təsvir üsulunda alqoritmin icrası insan tərəfindən aparılır. Bu üsul alqoritmin kütləvilik xəssəsini ödəmədiyindən az hallarda istifadə olunur. Belə ki, alqoritmin bu təsvir üsulu müəyyən bir məsələnin hamı tərəfindən başa düşülməsini çətinləşdirir, bəzi hallarda mümkünsüz edir. Söhbət alqoritmin hansı təsvir üsulundan gedir. Yadda saxlayın ki, əgər kütləvilik xəssəsinin pozulmasından, ödənilməməsindən söhbət gedirsə, bu təbii dillə təsvir formasındandır. Çünki təbii dildə, yəni nəqli formada olan təsvir üsulunda danışıqla gedir məsələ. Məsələn, bir şəxs ingilis dilində, digər şəxs Azərbaycan dilində və ya rus dilində məsəl üçün danışırsa, onlar təbii ki, bir-birini başa düşməyəcək və burada kütləvilik xəssəsi pozulacaq. Ona görə də kütləvilik xəssəsinin ən çox pozulduğu təsvir üsulu məhz təbii dillə olan təsvir üsuludur. Mütləq şəkildə yadda saxlayın. 7. Göstərilən blokun alqoritmin qrafik təsvirində təyinatı nədir? Prosesin başlanması və ya sonunu bildirir. Səhvdir, başlanması və ya sonunu biz belə dairəvi ellipslə də göstərə bilirik və ya düzbucaqlı kimi, amma kənarları nisbətən daha meyilli olan ondan da göstərilə bilir bu formada. Verilənlərin qiymətini təsvir formasını dəyişən əməliyyat və ya əməliyyatlar qrupu. Əməliyyat aparılan blok, belə deyək, hesab bloku, o aparılır düzbucaqlı olan blokda. Verilənin kompüterə daxil edilməsi. Baxın elə, məhz bu paraleloqramla təyin olunur. Çünki paraleloqram verilənlərin daxil edilməsi üçündür. Müəyyən şərtdən asılı olaraq hesablama istiqamətinin seçilməsi bu romb vasitəsilə həyata keçirilir. Şərt bloku rombla göstərilir. Nəticənin kağıza köçürülməsi, yəni çap blokudakı belə bir fiqurla göstərilir, təsvir olunur. Ona görə burada cavabımız olur C variantı. 8. Məsələlərin kompüterdə əsas həll mərhələlərinə aid olmayanları seçin deyil. Bilirik ki, alqoritmin kompüterdə 6 dənə həll mərhələsi var. Məsələnin qoyuluşu, məsələnin analizi və tədqiqi, həll alqoritminin yaradılması, proqramın yaradılması, proqramın sazlanması və nəticələrin analizi və tədqiqi. İndi baxıram hansılar deyil, aid olmayanları seç. Yəni hansılar aid deyil. Həll alqoritminin hazırlanması aiddir. Nəticələrin təhvil verilməsi yoxdur. Tezləşdirilmə sazlama var. Məsələnin qoyuluşu var.
Proqramlaşdırma dilinin seçilməsi yoxdur. Proqramlaşdırma dilinin yaradılması var. Alqoritmin təsvir üsulunun seçilməsi yoxdur. Alqoritmin yaradılması var. Nəticələrin analizi var. İndi aid olmayanlar deyildi. 2, 5, 6. Cavab olur B variantı. 9. Alqoritmin aşağıdakı fraqmentin yerinə yetirilməsindən sonra S dəyişəninin qiymətini müəyyən edin. Gəlin addım-addım həll edək. S-in başlanğıc qiyməti 1-dir, I-nin başlanğıc qiyməti 1-dir. S bərabər S plus I. 1-in üstünə 1 gəldi, elədi 2. Sonra I bərabərdir I plus 1. I-ni bir vahid artırdım, 1 idi. Bir vahid artırdım, oldu 2. Gəlib I-ni yoxlayıram. 2 4-dən böyükdür? Yox. Təkrar dövrə qayıtdım. S üstə gəlir. S-in axırıncı qiyməti 2 idi. I-nin axırıncı qiyməti 2 idi. 2-nin üstə 2 gəldi mi? Oldu 4. I-ni bir vahid artırdım. 2 idi, oldu 3. 3 4-dən böyükdür? Yox. S-in son qiyməti 4 idi. I-nin son qiyməti 3 idi. 4-ün üstə 3 gəldi mi? Eləyir 7. I-ni bir vahid artırdım. 3 idi, oldu 4. İndi 4-ü yoxlayıram. 4 4-dən böyükdür? Yox. S-in son qiyməti 7-dir, I-nin son qiyməti 4-dür. 7-nin üstə 4 gəlir mi? Eləyir 11. I-ni bir vahid artırdım, eləyir 5. 5-i yoxlayıram. 5 4-dən böyükdür? Bəli. Sonda S çap olunmalıdır. S-in də son qiyməti 11 idi. Cavab olur D variantı. 10-cu sualda qeyd edilir ki, -2, 2 parçasında h0,1 addımla y bərabər 3x kvadrat minus 5x plus 2 düsturla hesablama hansı alqoritmə aiddir? Heç bir xüsusi bir qayda bilməyimizə ehtiyac yoxdur. Yəni, burada məsələn, bu məsələni həll etməyə əsla ehtiyac yoxdur. Sadəcə bir cümlə ilə. Əgər sualın içərisində addım sözünü görürsünüzsə, 100% yadınızda saxlayın ki, bu alqoritm dövr alqoritmdir. Yəni, burada xüsusilə hər hansı bir düsturu həll etməyə qətiyyən ehtiyac yoxdur. Bircə dənə addım sözünü gördünüzsə, bilin ki, söhbət dövr alqoritmindən gedir. İstisnasız bütün məsələlərdə bu şərt ödənilir. 11. Əgər A5, B5 olarsa alqoritmin nəticəsi neçə olacaq? Heç nə, A-nın yerinə 5, B-nin yerinə 5 yazacağıq. Hansı şərt ödənsə, onun qabağındakı ifadəni həll edəcəyik. 5 5-dən böyükdür? Yox. Bunu həll etməliyik. 5 5-dən kiçikdir? Yox. Bunu da həll etməliyik. 5 5-ə bərabərdir? Bəli. Deməli, bu ifadəni həll edəcəyik. A vurulsun B deyil. 5-i 5-ə vurursam, eləyəcək 25. Cavab olacaq Y variantı. 12. Alqoritmin icrasından sonra S-in qiyməti neçə olacaq? X-ə 6 verib Y-ə 10. Yoxlayıram. 6 10-dan böyükdür? Yox. Yox qolu ilə getdim. S bərabərdir 4x minus 3. X 6 idi. X-in yerinə 6 qoyacam. 4 vurulsun 6 çıxar 3. 4 dəfə 6 24. 3 çıxdım 21. S-in son qiyməti neçə oldu? 21. Növbəti sualımız 13-cü sual. Aşağıda verilmiş blok sxemi üzrə əməllər yerinə yetirdikdə B nəyə bərabər olar? Bizdən soruşur B-nin qiymətini. A-ya 6 verib B-yə 3. A-nın yerinə gəlib 6 yazdım. I bərabərdə 3 6 aralığı qeyd olunubdur. Bir dənə diqqət edəcək ki, bizim bu dövrümüz modifikasiyalı dövr alqoritmidir. Modifikasiyalı dövr alqoritmlərdə əgər I bərabərdir A, B şəklində verilibsə, A-dan B-yə qədər bir-bir artır-artır gedirik. Məsələn, I bərabərdir 2, 5 versə, bizim istifadə edəcəyimiz I-nin dəyərləri 2, 3, 4, 5-dir. Yox, əgər I bərabərdir 2, 5, vergül 2 yazılsa, bu artımı göstərir. Yəni 2 olacaq, sonra 2 vahid artacaq, 4 olacaq və dayanacaq. Çünki son qiymətim 5-dir. Ümumiyyətlə, bu tip alqoritmlərdə birinci dəyər başlanğıc dəyərdir, ikinci son dəyərdir, üçüncü varsa artımı göstərir, yoxdursa da standart olaraq 1 kimi götürülür. İndi burada yoxdur deyə biz bunu 1 kimi götürəcəyik. 3-dən 6-ya qədər hansı qiymətlər olacaq indi? 3, 4, 5, 6. Heç nə yazılmayıb deyə 1 götürdük. İndi deyir, B bərabərdir A plus I plus B. A-nın qiyməti 6-dır. I-nin birinci qiyməti 3-dür. 3 istifadə edəcəm. 3 üstə gəl. B-nin qiyməti 3-dür. Topladım elədi 12. Geri qayıdacam. Bu səfər I-nin 4 qiymətini istifadə edəcəm. A-nın qiyməti 6-dır. I oldu 4. B də oldu. B-nin son qiyməti neçə idi? 12. Baxın, biz B-ni tapırıq hər dəfə. 12. Toplasam eləyəcək 22. 5-i yoxlayıram. A 6-dır. I-nin son qiyməti 5 idi. B-nin son qiyməti 22-dir. Toplasam eləyəcək 33. İndi 6-nı yoxlayıram. A 6-dır. I-nin son qiyməti 6 idi.
B-nin son qiyməti 33. Cavab eləyəcək 45. Cavabımız oldu B variantı. 14-cü sualda deyir, alqoritmin sonlu addımlardan ibarət olması və nəticə ilə sona çatması alqoritmin hansı xəstəsinə aiddir? Əgər alqoritmin müəyyən bir nəticəyə gəlməklə söhbət gedirsə, bu onun nəticəvilik xəstəsidir. Aşağıda göstərilənlərdən hansı natamam şərtli budaqlanmaya uyğundur? İlk öncə nağdı baxan kimi B, C, Y variantlarını çıxırıq. Çünki burada dövr var. Dövr varsa bu artıq budaqlanma deyil. Baxıram, A ilə D-nin arasında qalıram. Yadınızda saxlayın ki, natamam budaqlanandan tam budaqlananı hesab blokuna əsasən müəyyən edirik. Əgər hər iki budaqda hesab bloku varsa, bu tam budaqlanandır. Əgər bir budaqda var, digərində yoxsa, yəni ya burada var, ya da bu biri tərəfdə varsa, bir dənəsində varsa, bu natamam şərtli budaqlanmadır. Ona görə burada düzgün cavab olur A variantı. Addımlar hansı alqoritmik strukturda yazıldıqları ardıcıllıqda bir dəfə yerinə yetirilir. Mütləq yadda saxlayın ki, yalnız xətti alqoritmlərdə yazıldığı ardıcıllıqdan bircə dəfə icra olunur. Budaqlananda şərt olur, dövr alqoritmlərdə mütləq dövr olmalıdır. 17. Aşağıdakı alqoritmin yerinə yetirilməsindən sonra x dəyişəni hansı qiyməti alacaqdır? Həll edək. X 55 verir, y 75. Belə bir ifadə verir. Yadda saxlayın ki, aşıqlı böyük kiçik işarəsi deməkdir bərabər deyil. Yəni, fərqlidir. İndi yoxlayıram. Diqqətlə qulaq asırıq. X 55-dir, y 75-dir. 55 75-dən fərqlidir. Yəni, bərabər deyil ki, yox, bərabər deyil. Ona görə hər qol ilə gedəm. Çünki 55 75-ə bərabər deyil, fərqlidir. Burada yoxlayıram. 55 75-dən böyükdür. Yox qolu ilə gəldim. Y çıxaq x deyil. Y 75-dir, x 55. 75-dən 55-i çıxdım, qaldı 20. Dövrə qayıdıram. İndi yoxlayacağam. X 55-dir, y 20-dir. 55 20-dən fərqlidir. Bəli. Burada yoxlayırıq. 55 20-dən böyükdür. Bəli. Hər qol ilə gəldim. X-dən y-i çıxıram. X 55-dir, y 20-dir. Çıxdım, qaldı 35. İndi 35-lə x-in son qiyməti 35-dir, y-in son qiyməti 20-dir. 35-dən 20-ni yoxlayacağam. 35 20-dən fərqlidir. Bəli. 35 20-dən böyükdür. Bəli. İndi 35-dən x-in son qiyməti 35-dir, y-in 20-dir. Çıxıram 20-ni, qalır 15. İndi x-in axırıncı qiyməti 15-dir. Yoxlayıram. 15 20-dən fərqlidir. Bəli. 15 20-dən böyükdür. Yox qolu ilə gəldi. Y-in son qiyməti 20-dir, x-in son qiyməti 15-dir. 20-dən çıxdım 15, qaldı 5. İndi x-in son qiyməti 15-dir, y-in son qiyməti 5-dir. 15 5-dən fərqlidir. Bəli. 15 5-dən böyükdür. Bəli. Gəldim. 15 x-in son qiymətidir, y-in də 5-dir. 15-dən 5 çıxdım, qaldı 10. İndi 10-la 5 yoxlayacağam. 15-dən fərqlidir. Bəli. 15-dən böyükdür. Bəli. Hər qol ilə gəldim. X-in axırıncı qiyməti 10-dur. Y-in 5-dir. Çıxdım, elədi 5. İndi 5-lə 5-i yoxlayırıq. 5 5-dən fərqlidir. Yox. Birbaşa çıxışa getdik. X-in qiyməti sonuçulur. X-in son qiyməti də oldu 5. Cavab olur B variantı. 18. Hansı alqoritmik strukturlarda adətən dövrlərin sayı əvvəlcədən məlum olur? Yadda saxlayın, dövrün sayı əvvəlcədən məlum olan dövrə alqoritmimizin növü modifikasiyalı dövrdür. Ön şərhdə dedik ki, alqoritm bir dəfə icra olunmaya bilər, yəni heç icra olunmaya da bilər, birbaşa çıxışa gedə bilər. Son şərtdə də alqoritm mütləq bir dəfə icra olunmalıdır. Mürəkkəb dövrdəki 2 və ya daha artıq dövrün iç-içə istifadəsidir. Heç biri deyil. Modifikasiyalıdır. Modifikasiyalı ardıcaqlı ilə göstərilir. 19. Aşağıdakı alqoritmin icrasından sonra x-in qiymətini təyin edin. Addım-addım gedəcəyik. Y-ə başlanğıc 3 verib. Y-in yerinə gətirib 3 qoyuram. 3-ün üstə 5 gəldim, oldu 8. X 8-dir. Deyək, yeni x-in yarısına bərabər olsun. 8 yazıram, 8-i 2-yə böləm, elədi 4. X-in son qiyməti oldu 4. İndi yox, 4-ün üstünə 3 gəl. Son qiymətim 4 idi, üstə 3 gəldim, son qiymətim indi oldu 7.
İndi deyək ki, axırıncı 7-ni yaz bura. 7-nin üstə də 8 gəl, eləsin 15. Hər dəfə tapdığımız sonuncu dəyəri növbəti ifadədə qoyaraq hesabladıq və tapdıq ki, x-imizin yekun qiyməti 15 imiş. Cavab olur C variantı. 20. Aşağıdakı alqoritmin yerinə yetirilməsindən sonra A dəyişəni hansı qiyməti alacaq? A-ya başlanğıc dəyər olaraq 1 verir, B-yə 0 verir. Gəlin yoxlayaq. B-ni yenə 0 yazdım. 0 2-yə bərabərdir. Yox. B-ni bir vahid artır deyil. Başlanğıcı 0 idi. 0-ın üstə 1 gəldi, mənədir 1. A-nı 2-yə vur. A 1 idi. 2-yə vurdu, mənədir 2. Geri qayıdıb indi B-nin bir dəyərini yoxlayacağım. 1 2-yə bərabərdir? Yox. B-ni bir vahid artır. 1-in üstə 1 gəldim 2. A-nın son qiyməti 2-yə vur. A-nın son qiyməti 2 idi. 2-ni 2-yə vururam, eləyir 4. İndi B2-dir, 2-ni yoxlayıram. 2 2-yə bərabərdir. Hə. Hər qoyuyla çıxdıq. A-nın qiymətini soruşur, A-nın son qiyməti də 4-dür. Düzgün cavabımız olur D variantı. 21. Şəklə əsasən B dəyişəninin hansı qiyməti çap olunacaq? Yəni də modifikasiyalı dövrdən istifadə olunubdur. A-nın başlanğıc qiyməti 12-dir, B-ninki 19-dur. İ'nin addımları isə 2-dən 17-yə qədər 4 açsın deyil. 2, 2-nin üstə 4 gəlirəm 6, 4 gəlirəm 10, 4 gəlirəm 14, artıq 18 yaza bilmərəm, çünki 17-də dayanmalıyam. Hesablayırıq. A bərabər A plus I. A-nın ilkin qiyməti 12-dir. 12-nin üstə gəlirəm, I-ni birinci istifadə edəcəm 2 qiymətindən. Üstə gəlirəm 2, elədi 14. Geri qayıdam. İndi I-nin 6 qiymətini götürəcəm. A-nın son qiyməti 14 idi. 14-ün üstə gəlirəm 6. Elədi 20. İndi onu yoxlayıram. A-nın son qiyməti 20-dir. 20-nin üstə gəlirəm 10. Elədi 30. Hər dəfə A-nın axırıncı qiymətini götürürəm, I-nin də növbəti qiymətini. İndi onu hesabladım, 14-ü götürəcəm. A-nın son qiyməti 30-dur. I-nin də son qiyməti oldu 14. 30-un üstə 14 gəlirəm, eləyir 44. İşte dövrü qutardı. Buradan davam edirik. B bərabər B üstə gəl A. B-nin son qiyməti 1, 2, 19-dur. A-nın son qiyməti 44. Toplasam eləyəcək 63. Düzgün cavab olur E variantı. 22. Deyək girişə verilən ixtiyari x, y, z tam ədədləri üçün alqoritm fraqmentinin təyinatını müəyyən edin. Bu tip sualların ən yaxşı həll üsulu budur ki, x, y, z-də özümüzdən müxtəlif ədədlər verək. Məsələn, x-ə verirəm 3, y-ə verirəm 7, z-ə də verirəm 5 dəyərini. Gəlin yoxlayaq. Deyir, m x-ə bərabər elə. Yəni, m-imiz olur 3. 3 yoxlayacağım. M-in dəyəri 3. 3, y 7 idi. 3 7-dən kiçikdir. Bəli, hər qolu ilə gəlirəm. M-i deyir, indi bərabər elə y. Y 7 idi. M-nın son qiyməti oldu 7. Gəlib burada yoxlayıram. M-nın axırıncı qiyməti 7-dir. Z-nın axırıncı qiyməti 5-dir. 7 5-dən kiçikdir. Yox. Yox qolu ilə gəldim, sonra çatdım. M axırıncı səfər neçə idi? 7. İndi mən bu 3 ədəd içərisində nəyi tapmış oldum? Ən böyüyü. Bu tip məsələlərə həmişə rəqəm verərək dəqiqliklə cavabı tapa bilərsiniz. Yəni, daxil edilmiş 3 ədədin ən böyüyünü tapır. Cavab olur A variantı. Əgər cavab 3 çıxsaydı, deyəcəkdi, ən kiçiyini tapır. 23. Addımlar hansı alqoritmik strukturda yazıldıqları ardıcıllıqla bir dəfə yerinə yetirilir. Bunu bayaq da qeyd etdik ki, xətti alqoritmdə yazıldığı ardıcıllıqlar bir dəfə yerinə yetirilir. 24. Alqoritm fraqmentin icrası nəticəsində A dəyişəninin hansı qiyməti çap olunacaq? A-nın başlanğıc qiyməti 243 verilibdir. Deyir, A bərabərdir 9 üstə gəl A bölünsün 3. 9 üstə gəl A-nı 3-ə bölsəm, 243 3-ə bölsəm eləyir 81. 81 üstə 9 gəldi, eləyəcək 90. A-nın yerinə 90 yazıram. 90 27-dən böyükdürmü? Bəli. Hər qoyuna gəldim. İndi deyir, 9-un üstə gəl yenə A-nın 3-də birini. 9-un üstə gəlirəm. A-nın son qiyməti 90 idi. 90-ı 3-ə bölürəm 30. Yəni 39. İndi 39-u yoxlayacağam. 39 27-dən böyükdür. Bəli. 9 üstə gəl. A-nı yenə 3-ə bölürəm. Son qiyməti 39 idi. 3-ə bölsəm eləyir 13. Toplasam eləyəcək 22. 22 27-dən böyükdürmü? Yox. A-nın axırıncı qiyməti oldu 22. Cavab olur D variantı. 25. Verilmiş blok sxemə görə S-in hansı qiyməti çap olunar? S-in başlanğıc qiyməti 2-dir, M-inki 3-dür.
M-i 3 yazıram, S-i 2. 3 2-dən böyükdürmü? Bəli. S bərabər S üstəgəl S vurulsun M. S 2-dir, üstəgəl 2 vurulsun M 3-dür. 2 3-ə vururam 6, üstə 2 gəlirəm 8. M bərabərdir M üstəgəl 7. M 3 idi, 3 üstəgəl 7 bərabər edir 10. S-nın axırıncı qiyməti oldu 8, M-nınki oldu 10. Qayıdıb yoxlayıram. 10 və 8. 18-dən böyükdürmü? Bəli. S bərabərdir S üstəgəl S vurulsun M-də yerinə yazıram. S yazıram 8, 8 vurulsun M-ə yazıram 10. 8 10-a vururam 80, üstə 8 gəlirəm 88. M-i 7 vahid artıram. Son qiyməti 10 idi, onun üstünə 7 gəlirəm, eləyir 17. İndi 17 ilə 88 müqayisə edirik. İndi 17 ilə 88 İndi 17 ilə 88-i müqayisə edirik. M17, S88. 17 88-dən böyükdür? Yox. S bərabər S çıxılsın M. S88 idi, M17 idi, çıxdı məlidir 71. S-in son qiyməti 71 oldu. Bizdən də S soruşulurdu. Cavab olur A variantı. 26. Aşağıdakı əməliyyatda təkrarlamaların sayını təyin edin. Təkrarlama soruşulursa istər bu işarə verilsin, istər bu işarə verilsin, fərqi yoxdur. Həmişə ilk sualda dediyimiz qaydanı tətbiq edirik. Yuxarıdakən, aşağıdakən çıxıb üstə 1 gəlirik, aldığımız cavabları bir-birinə vururuq. Yəni 5 çıxılsın 2 üstəgəl 1, vurulsun 3 çıxılsın 1 üstəgəl 1. 5-dən 2 çıxıb üstə 1 gələndə eləyir 4, üstdən 1 çıxıb üstə 1 gələndə eləyir 3, 4-ü üçə vuranda eləyir 12. Cavab olur A variantı. 27. Verilmiş alqoritmə görə C-nin qiyməti nəyə bərabər olar? A 30-dur, B 6-dır. Deyir A bərabər A bölünsün B vurulsun 5. 30 idi. 30 bölünsün 6 vurulsun 5. 36-ya böləndə 5 eləyir, onu da 5-ə vursaq eləyər 25. Yoxlayırıq. A 25-dir, B 6-dır. 25 6-dan kiçikdir? Yox. C bərabərdir A çıxılsın 4 vurulsun B. A 25 idi, çıxıram. 4 vurulsun, B də 6 idi. 4 dəfə 6 24, 25-dən 24 çıxıram, qalır 1. C-nin qiyməti oldu 1. Məndən də C-nin qiymətini soruşurdu. Cavab olur Y variantı. 28. A4, B8. Daha sonra deyir A bərabər 1 çıxaq 4 olsun, B bərabər 1 plus A və s. əməliyyatların yeni yetirilməsindən sonra bizdən B-nin qiymətini soruşur. İndi A4 idi, B8 idi. Yeni A bərabərdir, B çıxaq 4. B8 idi. 8-dən 4 çıxıram, mənim sonuncu A-m oldu 4. Deyir, sonuncu B bərabər olsun, B üstəgəl A. B-nin axırıncı qiyməti 8-dir. A-nın son qiyməti 4-dür. 8-in üstə 4 gəlir, məlidir 12. B bərabər A vur B çıxılsın A. A-nın son qiyməti 4 idi, B-ninki 12 idi, A-nınki 4 idi. 4 dəfə 12, 48. Çıxıram 4, elədi 44. Cavab olur B variantı. 29. Aşağıdakı mülahizələrdən neçəsi doğrudur? Alqoritmin addımları sonlu sayda olmalıdır. Bəli, çünki nəticəvli xəstəsi ödənməlidir. Alqoritmin təşkil edən bloklar bir-biri ilə yalnız üfüqi xəttlərlə əlaqələndirir. Səhvdir. Üfüqi xətt bu xəttlərdir. Şaqulilər bunlardır. Və siz bilirsiniz ki, alqoritm həm üfüqi, həm şaquli xəttlərlə əlaqələndirilir. Baxın, məsələn, bu sualda görürsünüz, üfüqi xəttlər də var, şaquli xəttlər də var. Ona görə yanlışdır. Xətti alqoritmdə addımlar istənilən ardıcıllıqla yerinə yetirilə bilər. Xeyr, yazıldığı ardıcıllıqla ardıcıl formada yerinə yetirilməlidir. Yəni, mən birincini eləyim, sonra 5-cini həll edeyim, geri qayıdım, 3-cünü həll edeyim. Elə olmaz. Ardıcıl getməlidir. Psevdokodlar alqoritmin təsvir üsullarından biridir. Bəli, 4 dənə təsvir üsulumuz var. Dövrlərin sayı əvvəlcədən məlum olduqda modifikasiya edilmiş dövr strukturdan istifadə olunur. Bəli, bayaqlarda digər suallarda da qeyd etdik ki, modifikasiyalı alqoritmlərdə dövrlərin sayı öncədən məlum olur. Neçəsi doğrudur? 1, 2, 3 dənəsi. Cavab olur B variantı. Və 30-cu sual, sonuncu sualımız. Verilmiş alqoritm fraqmentin icrası başa çatdıqda Z dəyişəni hansı qiyməti alacaq? X-ə başlanğıc olaraq 20 verib, Y-ə 42 verib, sonra Y üçün yazıb bərabər Y çıxar X. Əgər deyir X Y-dən böyük olsa bunu həll elə.
Əks halda, yəni x y-dən böyük olmasa bunu həll elə. İndi gəlin addım-addım gedək. X 20-dir, y 42-dir. Deyək yeni y-in bərabər olsun, y çıxar x-ə. Y 42 idi, x 20 idi. Çıxdım, qaldı 22. İndi y-im oldu 22, x-im oldu 20. Gətirib burada yazıram. X 20-dir, y 22-dir. 20 22-dən böyükdür? Xeyr. Deməli, əks haldadır. Cavabım yoxdur deyə bunu həll edəcəm. Əgər 20 22-dən böyük olsaydı bunu həll edərdim. Həll edirəm. Z bərabərdir üstə gəlir y bölü 2. X 20-dir. Üstə gəlirəm. Y 22 idi. 22 bölü 2. 22-ni 2-yə bölsəm 11 edir. 20-nin üstünə 11 gəlsin, eləyəcək 31. Cavab olacaq D variantı. Beləliklə, bu dərsdə alqoritm mövzusuna aid 30 sualı addım-addım həll etdik. Testlərlə bağlı sualınız olarsa şərh bölməsində yaza bilərsiniz. Məmnuniyyətlə cavablandıraram. Videonu faydalı hesab etdinizsə kanala abunə olmağı və yeni dərslərdən vaxtında xəbərdar olmaq üçün bildirişləri aktiv etməyi unutmayın. Növbəti videoda görüşənədək sağ olun.